Naxçıvan şəhərində çağırışçıların hərbi xidmətə yola salınması münasibəti ilə tədbir keçirilib. Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, vətənə xidmət etmək həm məsuliyyətli, həm də müqəddəs və şərəfli vəzifədir. Bugün gənclərimiz bu şərəfə sahib olmaq, müqəddəs vəzifənin məsuliyyətini daşımaq üçün şanlı tarix yazan Müzəffər Azərbaycan ordusunda xidmət etməyə yollanırlar. Vurğulanıb ki, 44 günlük vətən müharibəsində, həmçinin lokal antiterror tədbirləri nəticəsində düşmənə layiqli cavab verilib, 30 ildən artıq işğal altında olan əzəli torpaqlarımız Ali Başkomandan İlham Əliyevin komandanlığı, xalqımızın birliyi və ordumuzun gücü sayəsində işğaldan tam azad olunub. Çıxış edənlər vətəni müdafiə etmək kimi şərəfli işdə gənclərimizə qətiyyət, mətanət, dözüm və möhkəm can sağlığı arzulayıblar. Qeyd olunub ki, bugün böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşən gənclərimiz vətənimizi qorumaq kimi müqəddəs borcu şərəflə yerinə yetirəcək, qalib ordunun sıralarında olmaqdan qürur duyacaqlar. Çağırışçılar vətən torpaqlarının keşiyində mətin dayanacaqlarına, komandirlərin əmr və tapşırıqlarına vaxtında və dəqiq əməl edəcəklərinə söz veriblər. Xosrov İbrahimov, Təhminə Babayeva, İlqar Məmmədov, NTV Xəbər.